Ağcabədidə iki qardaşın törətdiyi tükürpədən cinayətin məhkəmə araşdırması başa çatıb. Qafqaz Info məlumat verib, söhbət ötən ilin payızında Qaradolaq körpüsü adlanan ərazidə baş verən hadisədən gedir. Belə ki, iki qardaşın şəxsi ədavətlə bağlı həm kəndlilərinin başına gətirdikləri hadisənin görüntüləri sosial şəbəkələrdə geniş şəkildə yayılmışdı. Qardaşlar bir nəfəri maşının baqajında çöllü əraziyə gətirib, butulka və digər silah qismində əşyalarla döyüb, şəxsinə alçaldıcı hərəkət etmişdilər. Polis əməkdaşları tərəfindən başlanan istintaqla qardaşların ikisi də cinayət məsuliyyətinə cəlb edilib. Zərər çəkmiş şəxs məhkəmədə təqsirləndirilən şəxslərdən şikayətçi olmayıb, onları bağışladığını deyib. Ağcabədi rayon məhkəməsinin hakimi dəlil və sübutları tədqiq etdikdən sonra Əhəd və Cabir qardaşlarının ikisini də əzab verməkdə təqsirli bilib. Hökmə əsasən Cabir 2 il azadlıqdan məhrum edilib, Əsəd isə 4000 manat cərimələnərək məhkəmə zalından azadlığa buraxılıb.